Canan balam için olsun inşallah. Canan içinde olsun. Canan için olsun inşallah. Sağ ol. Teşekkürlerimizi Ayda bu Həsənin rejissorumuzun oynamağından sonra hərimiz coşa gəldi. Doğrudan da bir aydan sonra elə Şarap bir aydan sonra toyudur. Həsənin toyunda. İnşallah gələrsiniz bu mahnını orada oynayasınız. Necə ki, bax bayaqdan Can Fəşanlıq eləyir. Dəvət edin gəl. Mütləq bir ay az qalıb, çox az bir məsafə qalıb. Operatorlarımıza deyir ki, məsələ bu mahnını oynayarıq. Mütləq şəkildə İnşallah. dəvət eləyəcək sizi. Gəlib bu gözəl ifanı səsləndirərsiniz. Əziz tamaşaçılarımız, mən istəyirəm növbəti qonağımızı dəvət edeyim sizlər üçün. Gəlsin, gözəl bir hüquqşünasımız gələcək, Vəfa xanım. Düşünürəm ki, elə məhz ailə problemlərində, boşanmaya səbəb olan problemlərdən hüquqşünasımız danışacaq. Ona da olan suallar olacaq yəqin ki, və tamaşaçılarımız Əmru fikirlərini bildirəcəklər. Elçin Ağayev gəlsin, hüquqşünas ekspert. Buyurun, zəhmət olmasa. Qanun və Hüquq Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, hüquq məsləhətçisi. Buyurun, xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Salam, hər vaxtınız xeyir olsun. Buyurun, əyləşin, zəhmət olmasa. Necəsiniz? Hər vaxtınız xeyir olsun. Çox sağ olun, təşəkkür edirəm. Mikrofonu zəhmət olmasa, Cəlal bəy. Çox sağ olun, təşəkkür edirəm. Hər vaxtınız xeyir olsun. Teşekkür ederim. Dəvət etdiyinizə görə də minnətdaram. Çox sağ olun. Sizə minnətdarıq. Bu günləri İlkin bəy, biz danışırıq ailə məsələlərindən, boşanmalara, yəni səbəbdən danışırıq. İlkin səbəb nədir? Hansı ki, yəni artıq qlobaldır. Məhkəmə təcrübəsindən və eyni zamanda belə deyək, praktikadan deyə bilərəm ki, son zamanlar əvvəllər əgər ailələrin dağılmasına, boşanmalara səbəb işsizlik və ailədə olan digər sosial problemlər səbəb olurdusa, hazırki vəziyyətdə demək olar ki, bu tip məsələlər, yəni işsizlik və digər sosial problemlərin ailələrin dağılmasına təsiri biraz arxada qalıb. Hazırki vəziyyətdə ailələrin dağılmasına səbəb, yenə deyirəm, təcrübədən qeyd eləmək istəyirəm ki, əsasən belə səbəb kimi göstərilir, boşanan tərəflər, məhkəmə iddia ilə müraciət edən tərəflər səbəb kimi göstərirlər xarakterlərin uyğun gəlməməsini. Bu da bir bəhanə deyim məncə. Bir çox hallarda xəyanət prizmasından tərəflər məhkəmələrdə çıxış edirlər. Bundan başqa da bir sıra səbəblər var, mövcuddur. Yəqin ki, birazdan açıqlama gətirərik onlar. Mən istəyirəm ki, bizim hüquqşünasımıza bir fikir çatdıran. Biz bilirsiniz ki, Respublika Qadınlar Cəmiyyətinin 75 min üzvü olan, 97 il tarixi olan bir cəmiyyətin aparıcı qüvvələrindən biri, sədr müavinim. Təbii ki, bizə son illər xanımlar çox müraciət edirlər və bizə digər kanalların birində bir layihəmiz var, sosial layihəmiz var, həftə içi 5 gündür. Yəni, deməkdə məqsədim odur ki, müraciət edən xanımların çoxu, bax siz deyirsiniz ki, xarakterlərini tutmazsa, bunlar mən düşünürəm ki, bir bəhanədir. Çünki insanlar 30 il ailə qurub, ailə yaşamış insanlar bugün boşanmaya ərzə verir. Bu yaxınlarda 65 yaşlı xanım adlı bir xanım, nənə adlı bir xanımla 71 yaşlı bir baba boşanmaya ərzə verir. Və səbəb göstərir. Bizim boşanmamızın səbəbi xasiyyətlərimizin üst-üstə düşməməsidir. Və mən orada bir sual verdim. Neçə ildə ailəlisiz? Deməli, bunların ailəliyi xanım 15 yaşında ailə qurub, 50 il ailədə canıb sonrasındandır. 50 ildən sonra xasiyyətlər düşmür. Bilirsiniz, bunlar bir bəhanədir. Bizim bu Avropaya getməyimiz, insanların bu qədər sərbəstləşməsi, artıq insanların bu brend xəstəliyinə tutulması, evdə evladların çaxnaşmasından ailələr dağılır. Bir də kişilərimizin kənara meyilli olmasından. Siz ilk öncə ola bilər ki, sizi öz bizim əks cinsləri müdafiəsi üçün dediniz, xarakterlərin tutmaması. Xəyanət ola bilər, amma bəzi hallarda xəyanətə biz xanımlar göz yumağa məcburuq. Çünki ailələrdə olur. Dədə babalardan üzü bəri bu xəyanət. Bəşəriyyət yaranandan kişi var, xəyanət var. Buna görə gəliblər, tarix də bunu göstərir. Amma doğrudan da bu günlərin bizim kişilərimizin xanımlara olan diqqətsizliyi, bir də sosial şəbəkələr bugün Azərbaycanda ailələrin dağılmasının ən əsas səbəbi yaşından, başından asılı olmayaraq sosial şəbəkələrdə xanımlarımızın, kişilərimizin oturmasıdır, işsizlik ola bilər.
Yəni indi iqtisadi böhran dünyanı cəngini alıb, amma dövlətçiliyimiz bugün çalışır ki, insanlara yetərincə dəstək olsun, dövlətdə də yetərincə işlər var. Sadəcə olaraq insanlar işləmək istəmir. İnsanlar hardasa, vəziyyətə vermək istəmir. İşə gələndə müraciət edənlər soruşur ki, katibə yeri boşdurmu? Kişilər sürücü, bir də axran. Mühafizə istəyirlər. İnsanlar işləmək istəmir. Kəndlərimiz qalıb boş-boşuna. Təbii ki, siz indi təsdiqlərsiniz ki, müraciət edənlərin çoxu rayonlarımız, əyalətdir. Əyalətdən kişilər, qadınlar hamı Bakıya qaçır. Bax, bunun səbəbini aradan qaldırmaq lazımdır. Bu səbəblər aradan götürülərsə, o zaman düşünürəm ki, boşanmalar da dayana bilər. Mən artıq biz fikirləşmişik ki, rayonlarda, bölgələrdə aksiyalar keçirək. Yəni, tək qalmayaq adlı bir layihə əsasında. Çünki boşandıqca insanlarımız uçuruma gedir. Nigahlar 20% azalıb, ailə quranlar nigah kəsdirmir. O qeyri-nigah nədir? İmam nigahı adlı bir dəb düşüb, o nigahdan istifadə edir və s. Bax, bunların aradan qaldırması hüquqşünaslarımızın gələnlərə bir təbliğat keçməsi, onları maarifləndirməsi lazımdır ki, onlar da bunu bilsin. Mütləq şəkildə, bax, Ekim bəy, xahiş edirəm bu məsələyə də açıqlama gətirin, o sosial şəbəkələrdən danışdı, texnikanın inkişaf eləməsidir ki, insanlar əyləşiblər, öz həyat yoldaşına diqqət göstərmir, diqqəti sosial şəbəkədə tanımadığı, bilmədiyi, daxilinə, xaricinə bələd olmadığı bir insana qarşı eləyir və bu da gətirir təbii ki, qınağa, münaqişəyə, konfliktə səbəb olur. Onu da qeyd edək ki, o sosial şəbəkənin o tayında oturan kişi işləmir, işsiz oturdu. İşləyən kişinin sosial şəbəkədə nə işi var? Bir 5 dəqiqə girer, çıxar. Bütün gün sutka ərzində sosial şəbəkədə oturub, yəni bu qarşı tərəfdəki xanım bilməlidir ki, o bekardır, savadsızdır və ona dediyi xoş sözləri heç bəlkə də öz xanımına demir. Qəbələdə Mənsur bəy zəng vurub, Ekim bəy sizə sualı var, qəbul edəkmi? Alo. 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 Bəli. Alo. Sabahınız xeyir olsun, buyurun, eşidirəm sizi. Alo. Sabahınız xeyir, buyurun. Sabah xeyir. Hər vaxtınız xeyir olsun, buyurun. Sizi salamlayacağım. Mənim hüquqşünasa bir sualım var. 2015-in dekabrın 27-si günü yoldaşım evdən uşaqları qoyub gedib. Elə bir hadisə, uşağın biri onlardır, biri məndə. Mən özüm işləyən adamam. Gedişindən də xəbərim olmayıb. Bu günahkar mənəm, yoxsa qadındır? Bircə dəqiqə üzr istəyirəm. Mən hüquqşünasımızdan öncə mən bir qadının... Uşağı da görməyə mənə icazə vermirlər. Qardaşım, Uşağı görə bilmirəm. Qızı bir dəfə qızımı görməyə getdim. Məni götürüb orqan işçilərinə verdilər. Məni polisə göndərdilər. Polisə geçgəli oldu ki, mənim uşaq o mənimdir, onun deyil. Bir qadın isti yuvasını tərk edib getməz. Bunun yəqin ki, əsaslı səbəbi var. O səbəbi öncə özünüzdə axtarın. Əgər bir qadın evdən gedirsə, bunun təbii ki, əsaslı kökü var. Hüquqşünasımız indi özü hüququ baxımından fikrini söylüyor. Hər bir halda mən məsələyə hüquqi nöqteyi nəzərdən yanaşmaya daha üstünlük verərdim, hüquqi prizmadan. Xəttədir yəqin ki... Tamaşaçımız xəttədirmi? Axırdan bir şey var idi. Evə gəlirdi, nalayıq hərəkət edirdi körpü uşaqların yanında. Ona dedim ki, sən bu hərəkətlə, bu evdə, sən bunu eləyə bilmirsən. Mənim evdə körpü uşaqlarım var. Onu çıxartdım evdən. O mənə acıq edib, həmən aksiyaba məndən ayrıldı. Ki, sən mən qardaşımı niyə çıxartmışsan evdən? Ya bu hansı şeyə dözülən hərəkətdir? Siz sualınızı aydınlaşdırın. Nədir ana, körpə qışın ortasında, yanvar ayının geçsi, körpəsini qoyub gedər. Siz məhkəməyə... Özü də gedib 2 ay atasının evində oturandan sonra mən polisə, məhkəməyə, prokurora, hər yerə verib bu insan. Siz məhkəməyə ərizə ilə müraciət eləmişsiniz və yaxud o biri tərəf müraciət eləyib boşanma ilə bağlı? Siz müraciət eləmişsiniz məhkəməyə? Mən elə başa düşürəm ki, aydınlaşdırmaq istəyir ki, tamaşaçımız aydınlaşdırmaq istəyir ki, nigahdan verilərkən, belə başa düşdüm, səhv eləmirəmsə, onun yanında qalan, uşaq onun yanında qala bilərmi? Mən belə başa düşdüm, səhv eləmirəmsə. İndi hər bir halda bu məhkəmənin mübahisə predmetidir. İndi kimin təqsiri olub olmaması onsuz da nigah xitam vermə məsələlərində önəm kəsb eləmir, əhəmiyyət kəsb eləmir. Tərəflər müraciət edir məhkəməyə.
Hər bir halda səbəb başqa bir amil olsa belə, yəni müraciət edən tərəf bildirir ki, xarakterlərimiz uyğun gəlmir, xasiyyətimiz uyğun gəlmir və burada bildiyimiz kimi bir 3 aylıq barışıq müddəti var ailə qanunvericiliyində, nikah qanunvericiliyində və o barışıq müddəti tərəflər hər ikisi təkidlə israr edərlərsə, barışıq müddəti verilmədən nikah pozula bilər. Yox, tərəflərdən biri israr etməzsə, edərsə, digəri israr etməzsə və yaxud tərəflərdən biri hətta məhkəməyə gəlməzsə, gəlməkdən boyun qaçırarsa, belə olan hallarda hakim və yaxud məhkəmə tərəflərə barışıq üçün 3 aylıq müddət verməlidir. Bu da bizim dövlətimizin ailə qanunvericiliyi sahəsində belə deyək ki, ailələrin dağılmasının qarşısının alınmasından ötürü. Eyni zamanda qanunlarımızın tələb etdiyi bir müddəadır ki, ailə məsələsində nəzərdə tutulub, bu 3 aylıq müddət verilməlidir. Bu müddətdə deməli, məhkəmə üzərində düşən vəzifəni yerinə yetirərək ailə qanunvericiliyində nəzərdə tutulduğu kimi himayəçilik və qəyyumluq qurumu var, siz də bilirsiniz, bütün yerlərdə, icra hakimiyyəti orqanlarında. Yəni, iddia tələbi uşaqlarla bağlı olduğuna görə, yəni uşaq olmadıqda buna zərurət yaranmır. Uşaqlarla bağlı olduğuna görə uşaq hüquqları haqqında qanuna, eyni zamanda Azərbaycan Respublikasının ailə qanunvericiliyinə müvafiq qaydada uşaqların valideynlərdən hansı birinin yanında saxlanması məsələsinin həllindən ötürü həmin komissiyanın rəyini əldə edir. Komissiyanın da rəyi bizə məlum olduğu kimi, yəni təcrübədən də məlum olduğu, eyni zamanda qanunvericiliyindən də məlum olduğu kimi, komissiya boşanan ailələrlə fərdi qaydada komissiya dəvət etməklə, komissiyanın iclasına dəvət etməklə əlaqə yaradır. Boşanmaya səbəb olan halların əvvəla aradan qaldırılmasına təşəbbüs göstərir, tərəflərlə müzakirə aparır, söhbət aparır. Ondan sonra bu alınmayacağı təqdirdə uşaqların valideynlərdən hansı birinin yanında qalması məsələsinin bağlı öz rəyini məhkəməyə təqdim edir. Bir məqamı da qeyd eləmək istəyirəm ki, məhkəmələrin də qanunvericiliyin tələbinə görə bir nömrəli ümdə vəzifəsi boşanan ailələrə digər mülki hüquq sahəsində olduğu kimi, mülki məsələlərdə olduğu kimi barışmağı təklif etməsidir. Yəni, maksimum belə deyək, bizim dövlətimiz, bizim qanunlarımız çalışır ki, ailələrimiz az dağılsın. Bizim məhkəmələrimiz çalışır ki, ailələr az dağılsın. Yəni, ən azından ortada, belə deyək ki, əziyyət çəkən, zərər çəkən uşaqlar olurlar, övladlar olurlar. Doğrudur, razıyam. SMS-lər gəlib, tamaşaçımız yazır, salam, sabahınız xeyir, qonaqlarınızı salamlayıram. Mövzunuza gəldikdə boşanmaların sayı telefonda, sosial şəbəkələrdə qısqanclıqdır, mənim fikrimcə belədir. Yəqin ki, razılaşarsınız. Tamaşaçımız yazır, salam, Beyləqandan qonaqlarınızı salamlayıram. Cavad Rəcəbovdan bu dünya mahnısını ifa etsin. Beyləqandan ateşli salamlar. Təşəkkürlərimi bildirəm sizə, çox sağ olun. Və bir tamaşaçımız bizə yazır, Rəcəb müəllim, mənim... Rəcəb bəy mənim toyuma gələr, mən onu dəvət edəcəm. Rəcəb yazıblar. Babamın adıdır, babamın adıdır. Hələ çaşırlar da bu dinləyicilərimiz də. Onun oxumağından xoşum gəlir. Yaxşı, niyə gəlmirəm? Dəvət eləsin, gəlim də. Dəvət eləyin, əlbəttə ki, gələr. Mən istəyirəm, Savalan Mebel evi haqqında sizlərə məlumat verim. Çarxızlı ardınca isə Cavad bəyin ifasını işləyib və daha sonra davam eləyək. Sumqayıt şəhər 17-ci mikrorayonda yerləşir. Evimizin zövqlü ünvanı Savalan Mebel evi. Öz rahatlığı və praktikliyi ilə seçilən mebellərini sizlər üçün tək, yalnız və yalnız şəxsiyyət vəsiqəsi ilə təklif eləyir sizlərə. Arayırsız, zaminsiz, banka getmədən, yerində sənədləşməklə və faizsiz ən əsası almaq imkanı yaradır. Türkiyə və yerli istehsal olan qonaq, yataq, uşaq, mətbəx və yumuşaq mebel dəstləri Savalan Mebel evində. Əgər siz də evinizi bəzəmək istəyirsinizsə, zövqlə və ən əsası komfortu təmin etmək istəyirsinizsə, rahatlığı təmin eləmək istəyirsinizsə, odur ki, Savalan Mebel evinə gedəcəksiniz. Heç də uzaqda deyil. Şəhər sakinləri üçün Sumqayıt şəhərində 17-ci mikrorayonda və o qədər gözəl özəllikləri var ki, elə dünyanın hər yerindən gəlməyə həqiqətən də dəyər və hər ayın 25-i məxsusi olaraq Savalan günü elan olunur ki, həmin gündə xüsusi kampaniyalar, xüsusi endirimlər sizin üçün həyata keçiriləcək. Əlaqə telefonları 050, 055 və 070 mobil operatorlarından 654 4005, 018 656 4005 nömrələrlə əlaqə saxlaya bilərsiniz. Çarxı izləyək, ardınca isə ifa ilə davam edək.
Savalan Mebel evi. İllərlə arzuladığınız mebellərin yeni ünvanı. Sumqayıt şəhəri 17-ci mikrorayonunda yenicə fəaliyyətə başlayan Savalan Mebel evi ən son texnologiyalarla hazırlanmış müasir mebellərlə evlərinizi bəzəyəcək. Yataq, qonaq, mətbəx və yumşaq mebelləri rahatlığı və praktikliyi ilə seçilir. Savalan Mebel evi sizə sərfəli kredit şərtləri də təklif edir. Tək şəxsiyyət vəsiqəsi ilə mağaza daxili faizsiz istədiyiniz mebellərə sahib ola bilərsiniz. Hər ayın 25-də Savalan günü qeyd olunduğunda isə sizləri xüsusi kampaniyalar gözləyir. Ünvan Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsi 17-ci mikrorayon. Savalan Mebel evi. Evinizin zövqlü ünvanı.
edirəm Cavab bəy, çox sağ olun. Mən istəyirəm hüquqşünasımızın yəni çalışdığı ünvanı sizlər üçün xatırladım. Çünki tamaşaçılarımız hal-hazırda vaxt çox zəng edirlər. Mən istəmirik hər kəsi efirə qoşaq, çünki istəyirik elə birbaşa canlı olaraq fikirlərinizi bildirəsiniz. Müraciət eləmək üçün Bakı şəhəri, Xətai rayonu, Sarayeva küçəsi 12B və Lənkəran şəhərində də eyni zamanda Professor Arif Bağırov küçəsi 3. Əlaqə telefonlarında xatırlatmaq istəyirəm 050, eyni zamanda 055 və 070 mobil operatorlarından 370 18 48 nömrələrlə əlaqə saxlaya bilərsiniz. Elə Saadət xanımın da əlaqə telefonlarını xatırladım 055 997 63 40 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. SMS yazılar bizə 0277 ailələrin dağılmasına əsas səbəb yalan, xəyanət, bir-birlərini aldatmaq və qısqanclıq. Bu əsas amillərdir. Mən bunu belə görürəm. Sarvan Krasnoyarsk şəhərindən yazdı bizə. Təşəkkürlərimizi bildiririk. 6857 yazır. Salam Xatun xanım. Sizi və bütün qadınları təbrik edirəm 8 mart bayramı münasibətilə. Hicran Ağsu rayonu İlxi kəndindən əmioğlu mahnı üçün. Əmioğlu mahnısı varmı? Mahnı istəyirlər. Və daha sonra 8797 yazır. Salam, çox gözəlsiz, təşəkkür edirəm. Bugün baldızım Sevincin 45 yaşı olur. Onu təbrik edirəm, can sağlıq arzu edirəm. Bərdədən Mətanət xanım yazdı. Təşəkkürlərimizi bildiririk bütün SMS yazan tamaşaçılarımıza. Cavad bəy, gecələr uzun, gecələr səssiz mansı boyun olacaqmı? Çünki bayaqda tamaşaçılarımız yazır, istəyirlər. İnşallah. İnşallah, yəqin ki, mümkün olar. Tamaşaçılarımız deməli, zəng vura bilərlər və SMS yaza bilərlər həm hüquqşünasımıza, həm kosmetolog xanımımıza suallarını, fikirlərini ünvanlaya bilərlər. Buyurun, Vəfa xanım. Hüquqşünasımıza. Bax, bəzi hallarda, məsəl üçün, bizə müraciət olanda xanımların arasında deyir ki, həyat yoldaşım deyir ki, sən baxımsızsan, mən səni görəndə yoruluram və s. Bax, belə hallarla rastlaşırsınızmı? Bilirsiniz, ümumiyyətlə bu ailə daxili problemlər, belə deyək, münaqişələr, ümumiyyətlə bu boşanmalarla bağlı meydana çıxan bu problemlər müxtəlif kateqoriyadan olan problemlərdir. Yəni biz gündəlik, belə deyək, həyatımızda, gündəlik işimizdə, bizim bilavasitə işimiz olduğuna görə biz bir sıra, belə deyək, faktlarla rastlaşırıq. Yəni mənə rast gəlib, belə deyək, açığı ki, özü də az deyil, kifayət qədər, məsələn, bununla bağlı iddia tələbləri var ki, kişilər məhkəməyə müraciət edirlər ki, qadınlar, tutam ki, xanımı ona, belə deyək, baxımsızlıq eləyir, ona qarşı diqqət nümayiş elətdirmir və yaxud qayğılarını həll eləmir, paltarını yumur və s. Yəni, bu kimi hallarla rastlaşırıq. Mən bir məsələyə bayaq qeyd elədiniz, ona tamaşaçımız da yazmışdı. Mən ona diqqət yetirmək istəyirəm ki, sosial şəbəkələrlə bağlı son zamanlar, sosial şəbəkələrdəki problemlərin boşanmalara sirayət etməsi, təsiri, amilləri daha çox son zamanlar gündəmə gəlib. Biz praktikada çox, deməli, bu sosial şəbəkələrin ailələrin dağılmasına səbəb olması ilə bağlı müşahidələr etmişik. Belə deyək də, indi bu sosial şəbəkələrdəki aktivliyi biz qarşısını ala bilmərik. Hər bir insan sərbəstdir. Azərbaycan Respublikasının vətəndaşı olaraq, insan olaraq sərbəstdir. Hər bir insanın sosial şəbəkədən istifadə etmək haqqı var, hüququ var. Sadəcə mənim düşüncə tərzimə görə, düşüncəmə görə, əgər bugün iddia eləyirsə ki, mənim həyat yoldaşım sosial şəbəkədən istifadə edib və sosial şəbəkədən istifadə etmə bugün onun ailəsinin dağılmasına səbəb olub. Burada mən o əri günahlandırıram ki, yəni o istəsəydi bunu mədəni şəkildə və yaxud o ailənin özünün, belə deyək də, nüfuz dairəsindən asılıdır. Digər hər hansı bir şəkildə ondan istifadə etməsinin qarşısını ala bilərdi. Yəni, və yaxud bir məhdudiyyət qoya bilərdi. Odur ki, belə götürək ki, mən belə başa düşürəm ki, hazırki vəziyyətdə bugün baxımsızlıq, sosial şəbəkədən istifadə etmə kimi amillər, belə deyək, yüngül amillərdir. Yəni, əsasən ailələrin dağılmasına səbəb olan bəla bu günləri, gündəmdə olan bəla narkomaniyadır. Biz bunu diqqətdən qaçırmamalıyıq. Xroniki sərxoşluq hallarıdır ki, əsasən praktikada üstünlük təşkil edən hallar, amillər bunlardır. Mən də buradan gedib demək istəyirəm ki, bəli, narkomaniya artıb, amma burada cəmiyyətin də günahı var. Bəzən bir məclis olur, bir tədbir olur, görürsən ki, biri bu
heç kəs anadan doğulanda narkoman kimi doğulmur. Doğrudur. Bizə bildiyimizə görə cəmiyyətin ən dəyərli evladlarını bu yola çəkirlər, təbii ki. Bir də görürsən ki, oturduğun yerdə bax, elə bir şəxs gəlir, hər kəs üzünü kənara çevirir. Amma mən həmişə çağırış edirəm, belə insanlara qucaq açmalıyıq. Onları bizi ətrafımızda, onları cəm etdikdə, onlarla bərabər söhbət etdikdə, onları biz təcrid etmədiyimiz halda, onları bəlkə də bu yola çəkə bilərik ki, onlar o yollarından çəkinsə. Biz məsəl üçün gəlir, qohum tutaq ki, gəlir qohumun qapısında deyir, budur, gəldi, olmaz. Onları sinə açmaq 5 dəfə, 10 dəfə, 15 dəfə, hətta nə qədər ömrümüz var, o qədər o insanlara dəstək olaq ki, bax, bu yollardan çəkinsinlər. Təcrübələr göstərir ki, bu yoldan çəkinən insanlar da var, mən bunu bilirəm, ona görə deyirəm. Bax, bu yoldan çəkinən insanlara ailələri dəstək olmalıdır, bacı, qardaş və cəmiyyət. Əgər ona dəstək olurlarsa, onu başlı başına buraxdıqda bu daha çox və ailə dağılırsa da, yenə o xanım bilməlidir ki, boşanırsa, onun atası narkomandırsa da, tüfeylidirsə də, onun evladının atası heç vaxt bundan can qutara bilməyəcək. Amma ailə olaraq bəlkə də bunlar biraz da sıx birləşsələr, bəlkə də o xəstəlik deyək də, mən ona xəstəlik deyəm, onu aradan götürmək mümkündür. Amma artıq ayrıldıqda o daha da tüfeyli həyat tərzinə daha da pis olur və yenə onun böyüyən uşağı həm atasının adına deyilən addan mənəvi və travmalar şuur altında onun o cür formalaşır. Böyüdükdə o da cəmiyyətdən özünü kiminsə onun o keçmişindən, atasının keçmişindən bir söz deməmək üçün insanlardan uzaqlaşır və sonda o da o tüfeyli həyata düçar olur. İnsan nə qədər tək yaşaya bilər. Bir də qaldı xanımların baxımsızlığını, elə bilirəm ki, bizim kosmetolog həkimimiz daha gözəl fikir söyləyə bilər. Sözünüzə qüvvət olaraq bir faktı qeyd eləmək istəyirəm. Çox gözəl qeyd elədiniz. Mən bu yaxınlarda bir rayon məhkəmələrindən birində işə çıxarkən çox acınacaqlı bir durumun şahidi oldum. Təsəvvür edin ki, bir xroniki narkomaniyadan əziyyət çəkən bir narkoman xəstə, belə deyək də, indi biz onun adını xəstə qoyuruq. Bəli, deməli, məhkəməyə ərizə ilə müraciət etmişdi ki, onu deməli, məcburi müalicəyə göndərsinlər. Hakim, yəni belə bir çox, belə deyək də, bir paradoksal vəziyyətə düşdü, çox belə tərəddüd eləmədi. Hakimin özündən çox pis təsir eləmişdi. Biz başqa bir işdən bağlı çıxmışdıq. Elə bir ümumi zalda açıq məhkəmə iclası idi. Hakim ürək ağrısı ilə yol axtarmağa çalışırdı ki, mülki qaydada müraciət eləmişdi. Belə deyək də, hansı ki, o mülki qanunvericiliklə onun o məcburi şəkildə müalicəyə göndərilməsi təsbit olunmayıb, nəzərdə tutulmayıb. Ancaq baxdım ki, hakim hansısa bir məsləhət verməyə çalışdı ona ki, ürəyi ağrıdı. Məsləhət verməyə çalışdı ki, hansı bir yolla, qayda ilə ona izah eləsin ki, bu gedib müalicə olunsun. Ancaq bir sual verdi ona ki, bəs səbəb nədir? Bildirdi ki, mənim ailəm bəs bu xəstəliyə görə dağılıb, bir uşağım var. Heç bir halda da məni qəbul eləmir, özümə yazığım gəlir, biraz kövrəldi də. Sonra nəticə etibarı ilə onu da qeyd eləmək istəyirəm ki, mən yəni belə bir müəyyən olundu ki, biz gedişatda müəyyən elədik ki, o Azərbaycan Respublikasında müəyyən nüfuz sahibi olan incəsənət xadiminin övladıdır, özü fəxri adı var, titulu olub, çox hörmətli bir şəxs olub, qətiyyən atasının adını da çalışırdı ki, çəkməsin və belə deyək də, cəhd eləyirdi ki, bəlkə bu yolla bu bəladan azad olundu. Yəni, sözümüzə qüvvət olaraq qeyd elədiniz ki, bayaq heç kim anadan gəlmə narkoman doğulmur, heç kim anadan gəlmə xroniki alkoqol xəstəsi olmur. Bu bir bəladır. Buna da qarşı mən hesab edirəm ki, yəni cəmiyyət mübarizə aparmalıdır, insanlar birləşib mübarizə aparmalıdır. Bax, bu kimi, belə deyək, verilişlərimizin hüquqi maariflənmə sahəsində, bu məsələlərlə bağlı təbliğat sahəsində böyük önəmi, əhəmiyyəti vardır. Mən istəyirəm, Cavad bəy də fikirlərini bildirsin, bu mövzuda çox xahiş edirəm, özünün subyektiv fikirlərini. Vəfa xanım, bir sual vereyim. Biz indi o kifayət qədər həyat təcrübəmiz var və görmüşük. Bəs əgər gecəsi gündüzü yoxdur, evə bir tikə çörək üçün, nə gecə bilir, nə gündüz bilir, səhərə qədər çalışır. Bəs bunun ailəsi, xanımı, nə istəyir? Mən gəzmək istəyirəm, mən gedib, nə bilim, dünyanı görmək istəyirəm.
Axı ay insan, sənin ərin narkoman deyil, sənin ərin Bəli. içkili deyil. Ancaq bunu işi güzü bir tikə çörək tapıb evə gətirsin balaları üçün. Sən nə istəyirsən, bax bu da Artıq o var. xanımdan özünüz Buna nə problem deyirsiniz? var. Bax, mən də buna belə bir fikir söyləyeyim. Xanımlar ailə qurarkən elə bilir ki, artıq mən ailə qurdum, hər gün toy bayramda. Toy bayram bircə ay olur. Hər bir xanım bunu təsdiqləyə bilər, hər bir bəy də təsdiqləyə bilər ki, toydan bir ay sonra gəlinin dedikləri olur və s. Artıq bir aydan sonra hər kəsin özünün evinin qanunları var, onun büdcəsi var, o büdcəyə görə də hərəkət etməlidir. O xanım ailə qurarkən bilirdi ki, bu zəhmətkeş bir ailəyə gedir və o onu xaricə aparmayacaq. Mən yenə deyirəm, bax, bugün bu halların yaranmasının əsas səbəbi bizim teleməkanlar, bir də sosial şəbəkələrdir. Düşünün, teleməkanlar hansı kanala açırıq? Bir dənə maarifləndirici proqram yox. Müharibə gedən bir ölkənin deməli vətənpərvərlik mövzusunda bir-iki barmaq sayı ilə bir-iki mövzusu var. Ancaq bugün biz nəyi təbliğ edirik? İnciməyin Cavad bəy, mən demək məcburiyyətindəyəm. Bir müğənninin həyatını, bir müğənni necə saçının rəngini dəyişdi, necə nə bilim, ifadəmə görə üzr istəyirəm, necə saunaya getdi, nə bilim, nə və s. Bu qədər. Bu Azərbaycanın müəllimi yoxdurmu, həkimi yoxdurmu, bu Azərbaycanın mühəndisi yoxdurmu, şairi yoxdurmu, şairəsi yoxdurmu? Olmaz. Əgər televiziya məkanlarına bugün sənət aləmi deyək ki, istismar edirsə hansısa vəsaitlə, ona görə də bu boşanmaların sayı da artacaq. O zəhmətkeş kişinin arvadı Amerikada getmək istəyəcək. O zəhmətkeş kişinin arvadı hətta o axırıncı maşın nədir? Galenwagen'də sürmək istəyəcək. Çünki baxır ki, bir müğənni çıxıb bu günləri gəlib, heç efirdə səhnədə durmaq mədəniyyəti yoxdur. Səmimi cavab verdiyinizə görə təşəkkür edirəm sizə. Bugün gəlir, çıxır efirə, əynindəki bəlkə də paltarı hardan salıb gətirir. 15 gündən, bir aydan sonra bir sponsor tapır, çıxır Galenwagen, Novostroykada ev. O xanım da fikirləşir ki, mən ondan da geçəngəm, bəlkə mən də gedim. Səbəb budur. Könül çox istədi, azəldən getdi. Bir şeir var, bəli. Bax, səbəb bunlardır. Telefon xəttində tamaşaçımız var, qəbul eləyək. Alo. 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 Tamaşaçımız xəttədimi? Buyurun. Buyurun, sabahınız xeyir olsun. Alo. Sabahınız xeyir, buyurun. Xanımın sualını öyrənin, xahiş edirəm, özünüz müraciət edeyim sizə. Çox istəyirəm, Cavad bəydən ifa gəlsin, ifadan sonra isə Səadət xanımdan fikirlərini öldürəcəm. Fikirlərini bildirəcək. İmkan verin, danışaq. Xahiş edirəm. İfa gəlsin, ifa. Mekanın şahıdır o, bu qəlbimin hakimidir, şahıdır o. Sevgilim bu derdimin dermanı sensen. Eşkimin
Təşəkkür edirəm uşaqlar. Onu birazdan verərsiniz. Xahiş edirəm. Sədid xanım, biraz sizlə danışaq. Xanımlarımızın özünə baxılmasına elə xanım var ki, gedə bilmir. Həm maddi cəhətdən vaxtı yoxdur, imkanı yoxdur, həm yəni zaman cəhətdən ev şəraitində nə etsin? Təbii ki, vaxtlar da onda sizin yanınıza Mən də gəlsinlər. bilmək istəyirəm ki, bax belə sizə deyiş deyirlərmi ki, həyat yoldaşım mənim baxımsızlığımdan ailəmdə problem olur. Bax belə hallarla müraciət edən olur. Çox maraqlıdır. Maraqlıdır əlbəttə ki. Müraciət eləyən olur, amma əsasən burada yəni bayaq dediyiniz kimi maddiyyat baxımından əgər gedə bilmirlərsə mərkəzlərə, kosmetoloq yanına, ən azından evdə bayaq sadaladığımız kimi kremlərdən, maskalar hazırlamaqla özlərinə baxa bilər, masaj deyilən bir şey var. Amma düzgün şəkildə də Sadiq xanım elə Düzgün, sözsüz ki, düzgün şəkildə. Çünki fəsadlarla çox gəlirlər üstümüzə ki, bunu elədik, bu fəsad oldu, yəni bayaq dediyimiz kimi allergiyalar, qıcıqlanmalar, dəri qıcıqlanma, dəriyə düzgün qulluqdur. Birinci dərini tanımalıdır insan, özü öz dərisini tanımalıdır. Yağlı dəridirmi, yoxsa quru dəridirmi? Məsələn, yağlı dəridə hər ümumiyyətlə krem, mazdar, vazelin bunlardan istifadə etmək olmaz. Çünki daha da dərini yağlandırır, daha da dərinin porolar, məsamələri tutur və əmələ gəlir sızanaqlar. Bu sızanaqlar da hər bir sızanaqlar sonra irinləməyə başladıqdan sonra mütləq fəsadı, yəni postakna deyirik ləkələr, ləkə və çapıqlar qalır. Bir də bayaq danışdıq, Vəfa xanım da qeyd elədi, baxımsızlıqdan, yəni boşanmalarda səbəb. Mən artıq, məsələn, bizə havalar isinməyə başlayandan çox müraciətlər olur, ləkələrlə bağlı. Çünki havalar isinir, gün şüası aktivləşir və xanımlar özlərini, öz dərisini tanıyan xanımlar artıq qorxu düşür onlara ki, yəni ləkələr artacaq. Bunların ləkələrin qarşısını almaq üçün ən azından yəni ultrabənövşəyi şüalardan qorunmaq üçün SPF faktor kremlərdən mütləq istifadə etmək. Bəzən xanımlarımız elə başa düşür ki, SPF faktoru, yəni bu kremləri, gündən qoruyucu kremləri ancaq yayda çəkmək lazımdır. Belə deyil, bu qışda da, yayda da, payızda da günün hər bir vaxtında bu çəkilməlidir. Və həm də onu qeyd etmək istəyirəm ki, gün şüası nəinki tək ləkə salmır dərindən. Yəni fikirləşirlər ki, mənim üzüm ləkəyə meyilli deyil, ləkə düşməz. Gün şüası nəinki ləkə salır, həm də qocalmanın birinci səbəbidir. Dəri qocalmasının istili, gün bu şüalar nəticəsində dəri hüceyrələri, elastin kollagen liflər var ki, hansı ki bunların yanması baş verir. Bunlarda qocalma, yəni dəri qocalması baş verir. Sədid xanım, çox xahiş edirəm bir məsələyə də açıqlama gətirəsiniz. Yəqin ki, Vəfa xanım da mənə razılaşacaq. İndiki xanımlarımız müəyyən hallarda deməzdim, çox hallarda elə başa düşürlər ki, gözəllik dedikdə gedib botoks eləməlisən, silikon eləməlisən, artıq standart. Hamı bir-birinə Hamı bir-birinə oxşuyur. Bilmirsən bu nədir? Gözəllik yəni onda görürlər. Bir xanım özünə baxmaq dedikdə düşünür ki, mən gedim dodaqlarımı ölçüsünü çox belə yekə həcmdə eləyim. Hər yerimi belə deyim də plastik əməliyyatdan keçirdim. Botokslar lazımsız və ona görə qurunun oduna yaş da gedir. Biz özümüz də razılaşdıq Vəfa xanım. Çox da eybəcər gör. Bəzən sürücü... Elə bilirlər ki, gözəldirlər. Sürücü xanımlar oturur sürücü sükan arxasında. Biri təsadüfən keçəndə ancaq bir dodağı görükür, bir də qaşı. Başqa bir şey. Adam elə bilirsən ki... Nə iyrəncdir, and olsun Allaha. Vallahi iyrəncdir. Çox artıq inanın mənə, hörmətli xanımlar, bəylərimiz sizi seçə bilmirlər. Bəylərimiz təbii gözəlliyi axtarırlar və Vəfa xanım, onların oduna biz də gedirik. Gəl vururlar, efrə söylürlər ki, Əminə xanıma deyin saçındakı pariki çıxarsın, vallahi öz saçlarımdır. Bir xahiş edirəm, arada dartarsın, sonra dolaşacaq. Mən söylürəm ki, həqiqətən, yəni əməliyyat falan heç bir şeyimiz, olunanda da söylüyürük də. Amma belə etiraf eləmək lazımdır. Xanım söylədi, o müxtəlif elə bir aparatlar var ki, artıq heç ehtiyac yoxdur və mən xanımlara demək istəyirəm ki, artıq böyük dodaqlar moddan düşübdür. Dodaqlarınızı köhnə vaxtına qaytarın. Yox, nə zaman dəbdə olub ki, elə bir dodaqlar? Əvvəllər deyirdilər, o deyir, bir qaymaq dodaq. Bəli. Gönçə dodaqlı. İndi nə desinlər? Silikon dodaqlı? Ayıbdır, valla. Bəzən pasientlər yaxınlaşır, dolğu istəyirlər dodaqlara. Məsələn, biz korreksiya deyilən bir şey var. Yəni, proseduru edirik, 14 gün sonra korreksiya ehtiyac var.
bəzən pasient icazə vermir korreksiyaya qədər qalsın. Hamısını indi vurmalısan. Artıq özləri bəzən istəyirlər bunu. Botoksda və yaxud da ki, botoksda məsələn mimikanı öldürürlər də. İybəcər bir də salır insan, İybəcər fasonu salır həqiqətən. Çox əcaib bir formada Botoksu vuranda bəzən pasient deyir ki, mən getdim həkimə keçən dəfə, mənə botoks keçən il vurdu, heç korreksiyaya ehtiyac olmadı. Tam qırışlar bir dəfəyə açıldı. Bu düzgün deyil. Hissə-hissə vurulmalıdır. Dozanın müəyyən hissəsi əvvəl vurulmalıdır. Biz baxmalıyıq, bu qırışlar hansı səviyyədə açıldı. Yəni, mən çalışmıram mimikanı öldürməyə, çünki insan çox süni görsənir bu zaman. Botokslarda da məsələn çox vaxt həddən artıq qadınların qaşlarında dəyişiklik olur, baxışlarında, mimikalarında. Hətta inanın ki, yəni son zamanlar müşahidə eləmişəm ətrafımızda olan xanımlardan da. Bəzən bir xanımdır, baxırsan ki, yəni həqiqətən də burnunda, simasının müəyyən yerində əməliyyata ehtiyac vardır. Bir var ehtiyac olan vaxt olsun, bir də var olmayan. Həmin xanımları sevirlər, nəinki o yəni standart bir xanımlar var, əməliyyatdan çıxırlar. Bilir ki, təbiidir, gözəldir. Az-az qalıb ona görə. Üzün gözəlliyi qalır, üzün o simaların, gözün bir cizgisi qalır güləndə, dodağın təbəssümü qalır. Yanaq bu boyda, nə bilim, mən başa düşürəm, nə deyim. Bir sual da verəcəm mən sonra, Vəfa xanım hüquqşünasımız bizə SMS yazdı. Yazıblar ki, xanım tamaşaçı zəng eləyib və deyir ki, ər-arvadın nigahı pozulduqda, övlad kimin himayəsində olsa yaxşı olar, qanunda anasının, amma uşaq atasına bağlıdırsa, bəs necə? Ümumiyyətlə, ailə qanunvericiliyi, bayaq mən qeyd elədim o Qəbələdən zəng vuran tamaşaçımızın sualına münasibətdə. Yenə qeyd eləmək istəyirəm ki, ailə qanunvericiliyində ərlə arvadın, yəni belə deyək, qanunvericiliyi ilə bunların prosesual adları belə gedir, ər-arvad münasibətlərində ərlə arvadın uşaqlar qarşısında bərabər hüquq və vəzifələri var, bərabər öhdəlikləri var. Heç bir halda birinin digərinə münasibətdə üstünlüyün qanun qəbul eləmir və bu istisna hal kimi qəbul olunur. Sadəcə uşaq məsələləri həssas məsələ olduğuna görə həm qanunvericiliyimiz, həm dövlətimiz, həm ictimaiyyət, həm cəmiyyət bu məsələyə həddindən artıq həssas yanaşdığına görə, yəni belə deyək də, uşaqlar bizim gələcəyimizdir. Bugün biz varıqsa, sabah onlar bizi təmsil edəcəklər, davam etdirəcəklər. Bu nöqteyi nəzərdən hər bir halda ailə qanunvericiliyində nəzərdə tutulan digər bir norma var ki, bütün məsələlər, belə deyək, həm uşaq hüquqları haqqında qanunda da var, uşaqların mənafeyinə uyğun həll olunmalıdır. Qanunvericiliklə deməli, uşaqlar üçün yaş kateqoriyaları müəyyən olunub. Kiçik yaş qrupuna aid olan uşaqlar, orta yaş və böyük yaş qrupuna, yəni yetkinlik yaşına çatmayan uşaqlar üçün bu üç kateqoriya nəzərdə tutulub. Əsasən kiçik yaş və orta yaş qrupuna aid olan uşaqlar anaya daha çox bağlı olduğundan, ana nəvazişindən daha çox faydalandığından, bu birbaşa qanunun özündə bundan bağlı bir göstəriş yoxdur. Lakin yuxarı məhkəmələrin, bilirsiniz, bizim yuxarı məhkəmələrin qərarları aşağı instansiya məhkəmələri üçün məcburidir. Yəni, Ali məhkəmənin plenum qərarlarından danışırıq, Konstitusiya məhkəməsinin plenum qərarlarından danışırıq ki, o qərarlar aşağı instansiya, apellyasiya məhkəmələri üçün və eyni zamanda birinci instansiya məhkəmələri üçün o qərarlar, belə deyək, göstəriş şəklində verilir və məcburidir. Bu qərarlarda da təsbit olunub ki, indi burada xırdalamaq istəmirik, bir sıra qərarlar var bununla bağlı. Bu qərarlarda da deməli, bir sıra müddəalar var ki, o müddəalar, belə deyək, haradasa uşaqlara münasibətdə xanımları daha çox dəstəkləyir. Ona görə də bizdə bir praktika halını alıb ki, nikah xitam verilərkən uşaqlar əsasən ananın yanında saxlanılır. Orada deməli, ailə məcəlləsində valideynlik hüququndan məhrum etmənin əsasları var. Valideynlik hüququndan məhrum etmə deməli, maddə var. Həmin maddədə qeyd olunan hallar istisna olmaqla digər bütün hallarda deməli, valideynlik hüququndan məhrum edilə bilməz. Orada da deməli, keçmiş qanunvericilikdə biraz o əxlaqla bağlı məsələlər vardı. Sonra digər məsələlər vardı ki, hazırki vəziyyətdə daha çox müraciətlər olur. Vətəndaşlar müraciət edirlər ki, bax, filan kəsin əxlaqında qüsur var, əxlaqsızdır və uşaq onun yanında qala bilməz. Ancaq əxlaqsızlığın sübut olunması, yəni çox sadə bir mexanizm, sadə bir prosedur deyil.
əxlaqsızlığı sübut etmək üçün yəni bir xüsusi bir mexanizm yoxdur ki, bu xanım əxlaqsızdır və yaxud kişi əxlaqsızdır. Odur ki, belə bir absurd iddialarla da məhkəməyə müraciətlər olunur. Görürsünüz, belə hallarda məhkəmələr əsasən bu iddiaları təmin etmirlər. Çünki mən hesab eləyə bilərəm ki, qarşımdakı əxlaqsızdır. Ancaq qarşı tərəf belə deyir ki, buna qarşı öz münasibətini sərgiləyəcək. Qaldı uşaqların valideynlərdən hansının yanında saxlanması məsələsində qeyd elədim ki, burada istisna hal yoxdur. Ananın da yanında saxlana bilər, atanın da yanında saxlana bilər. Bu məhkəmənin qətnaməsindən, qərarından asılı olan bir şeydir. Təşəkkür edirəm. Tamaşaçımız yazır. 55-33 nömrəli tamaşaçımız, salam, hər vaxtınız xeyir olsun. Əminə xanım, qonaqlarınıza dərin təşəkkürlərimi bildirəm. Həqiqətən də çox gözəl, maarifləndirici bir veriliş hazırladınız. Var olun. Tamaşaçımız yazır. Salam, hər vaxtınız xeyir olsun. 68-45 yazır bunu bizə. Gürcüstandan yazıram. Sizləri salamlayıram. Çox sağ olun. Ailələrimizi möhkəm görmək istəyirik. Heç kəs ayrılmasın və boşanmalar da azalsın. Biz də buna çalışırıq ən azından, dəyərli tamaşaçımız. 89-56 yazır. Salam, sabahınız xeyirli uğurlu olsun. Çox gözəlsiniz. Allah qorusun sizləri. Həmişə üzünüz gülsün inşallah. Sabahı sizinlə açmaq çox xoşdur. Sizin kollektivə və sizə uğurlar arzulayıram. Daimi izləyiciniz Süleyman. Təşəkkürlərimizi bildirir. Bütün SMS yazan tamaşaçılarımıza bizim evdən danışım sizə. Bakı-Sumqayıt şosesinin 7-ci kilometrliyində yerləşir. Bizim evdə hər şey var. Gözəl mebel dəstləri var. Uşaqlar deyir, sizin evdə nə var? Bizim evdə hər şey var. Ürəyiniz istəyən mebelləri əldə edə bilərsiniz. 70-dən çox brend mağazanı özündə birləşdirir. Geniş hafta dayanacaq sahəsinə malik və fərqli qiymət strategiyasına görə bənzərsiz bir ticarət məkanıdır. Türkiyə, Polşa, Çin, Malayziya və ən əsası yerli istehsal olan mebellər satılmaqdadır. Üz tuta bilərsiniz, çarxı izləyik, ardınca davam edək. Bizim ev mebel şəhərinin çarxını zəhmət olmasa izləyək və davam edək, hörmətli tamaşaçılar. Bakı-Sumqayıt yolunun 7-ci kilometrində yerləşən, Azərbaycanda analogu olmayan möhtəşəm bizim ev mebel şəhəri. Nəhayət ki, sizin xidmətinizdə 50-dən çox brend, ən son dəbli mebellər, klassik, avangard, modern bir məkanda birləşib. Yerində kredit, şəhərlə müqayisədə ucuz, rahat avtodayanacaq. Dünya mebeli bir ünvanda, bir məkanda, Xırdalanda. Bizim evdə, Riyadda. Ünvan Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci kilometr. Riyad, bizim ev ticarət mərkəzi. Bəli, əziz tamaşaçılarımız, davam edirik. Artıq verilişimizin sonuna gəldik, çatdıq. Mən hər birinizə dərin təşəkkürlərimi bildirirəm, minnətdaram ki, gəldiniz. Hər zaman gözəlliyimizin qeydinə qalaq, ailələrimizi möhkəm tutaq, çalışaq ki, heç bir qüvvə imkan verməsin ki, ailələrimiz dağılsın. Və sonunda Cavad bəyin gözəl ifasına və ekskluziv olaraq yeni bir ifadə təşəkkürlərimi bildirirəm sizə. Mən arzu edirəm buradan bütün millətimizə ayrılmasınlar. Amin, amin. Boşanmasınlar. Boşanandan sonra dayvəcə gəlmir. Düzdür. Mümkün deyil. Ona görə mən də toy haqqında bir sənin toyun mahnısını ifa eləmək istəyirəm. 3 gün bundan qabaq bunu lentə aldırmışam. Aranjimanı Cavid Cavadoğlu və ifası da Cavad Rəcəbovun oynasın Kənanın toyunda bu mahnını oxuyum inşallah. Sənin toyun. Gəlsin mahnımız. Yeni mahnı. Senin toyun, 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 toyun. Bugün senin toyun. Hamı desin ürəkdən mübarəkdir toyun, mübarəkdir toyun.
senin toyun. Toyun, toyun, toyun. Bugün senin toyun. Hamı desin ürəkdən mübarəkdir toyun. Mübarəkdir toyun. Ay mübarəkdir toyun. Mübarəkdir toyun.